Bir zamanlar Azərbaycan televiziyasında meydan sulayan bu aparıcılar indi nə ilə məşğuldur? Bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayət qızı, Zaur Kamal, Zaur Baxşəliyev, Zaur Nəbioğlu, Elgiz Əkbər və Tolik kimi tanıdığımız Tarix Əliyevin verilişinin yayımı dayandırılmışdı. Düzdür, bu verilişlərin dayandırılmasından sonra cəmiyyətin əksər üzvləri nə yaxşı ki bu verilişlər bağlandı, cəmiyyətimizi pozur dedilər. Amma onunla yanaşı bu verilişlər üçün darıxanlar da az deyil. Bəli, bugünkü proqramımızda sizə bu aparıcıların indi nə ilə məşğul olduqlarını çatdıracağıq. Bilmək istəyirsinizsə, sona qədər videonu izləyin, bəyənin, şərhlər bölümündə izlədiksə fikirlərinizi yazmaqla yanaşı kanala abunə olun ki, gündəmdə olan ən son yeniliklərdən siz də xəbərdar olasınız. Mən isə məlumatı sizin nəzərinizə çatdırıram. Hazırda televiziyadakı fəaliyyətinə son qoyan aparıcılar sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir. Məsələn, Səni Axtarıram layihəsinin yaradıcısı olan Xoşqədəm Hidayət qızı sosial şəbəkədə aktiv paylaşımlar edir. O daha çox proqramı yayımlanan zaman orada yer alan həkimləri paylaşır. Aparıcı həkimlərin reklamlarını hekayə bölümündə etməklə məşğuldur. Bizimləsən proqramından sonra Zaur Baxşəliyev də sosial şəbəkədəki fəaliyyətini gücləndirib. O şirkətlərlə reklam əməkdaşlığını nümayiş etdirir. Aparıcı Elgiz Əkbər isə Elgizlə İzlə proqramından sonra sosial şəbəkə paylaşımlarını da dayandırıb. Aparıcı yalnız bir dəfə öz fotosunu yayımlayıb. Aparıcı Zaur Kamal bir neçə gündür gəzinti görüntülərini yayımlayır. Aparıcı hazırda işi ilə bağlı heç bir paylaşım etmir. Aparıcı Tolik, yəni Tarix Əliyev isə daha çox şəxsi paylaşımlarla gündəmdədir. Tolik bacısının xeyir işi, qızının ad günü məclislərindən görüntülərlə sosial şəbəkədə gündəmə gəlib. Aparıcı Zaur Nəbioğlu isə rəngarəng proqramından sonra sosial şəbəkədə paylaşımlarını da dayandırıb. Qeyd edim ki, son dəfə onu sosial şəbəkədə Pərviz Bülbülənin doğum günündə görmüşdüm. Sizcə bu verilişlər yenidən efirlərə qayıtsınmı? Yoxsa yox? Fikirlərinizi şərhlər bölümündə yazın. Kanalımıza hələ də abunə olmamışsa, abunə olub bildirişə açıq tutun. Videonu bəyənməklə bizə dəstəyinizi bildirə bilərsiniz. Hələlik.